Bismillahirrahmanirrahim. Mən deyirəm ki, mənim də videolarımı izləyənlər var. Mən bu dəqiqə dəhşətlə əsəbləşmişəm. İnan ki, sakitləşə bilməm, niyə? İndi görəcəksiniz. Bunu seçəndən sonra ama sakitləyəcəm, deyirəm öz xarakterini. Mən qızım məni dəli edir, məktəbəsində əsəbləşdirirlər. Onlar Ləzzət Nəsrova var, Elman qızı var ha. Ona nə olsa alsın. O alçaq olmayana başı xarab olsa da, ağıllısa da başa düşmürəm adamı. Bu necə insandır? Mən o anasıyam. Elman deyir ki, bu qadın xəstədir, nə bilim nədir. O başı xarab Ləzzət gör, niyə bir dənə yaxşı video sənindir ki, mənim anam bizən gedir yerə şikayət eləmiş, mənim anam xəstə deyil. Mənim dəfələrlə qapımı qırıb, onun gözünün qabağına məştəqalara aparında sürüyə məni polisə gəlb edir, iğnəliyəndə mən özü dəli, elə vururda mən dəli olurdum. Mən də onu danışıyorum, mən seni üzr edeyim. Mənim naprijon olmamın səbəb odur ki, mən qızma dünənlərlə dedim ki, Ləzzətə, gəl sabah gelib, belə deyildin. Ay, sonra bir sakit edin, sakitləş. Bax. Hə, tanış. Mən dünən buna dedim ki, axşam, dedim, gəl sabah, özü adam üçün dedim, ha. Yəni, qorxmadı da, belə dedim ki, qorxumla yol çıxanmadı. Dedim ki, sabah gedə, prezident aparatda. Sonra nə dedim? Gerək sənlə, dedim, prezident aparatda. Mən gedədim, sən necə? Və deyir ki, yox, mən heç yerə getmirəm, tez ayış olur. Mən bundan sonra hər şey şikayət eləməlidir, mən hər şeydə yığışdırdım. Video çəkməlidir yığışdırdım. Ama sən video çəkirsən, paylaşırsansa, məndən niyə gizlədirsən? Nə oldu? Bax, bu günləri mən eləməlidir ki, açma, qanun qaralacaq. Düzdür mən dedim. Mən də görürəm bizim şəkil, toy şəkilimiz, qızımın şəkili qucağımda, o yenə də onun Elman Məhəmməd dayısının nəvəsinin sünnətindəki toy şəkili qızın balaca vaxtıydı. Bunları görən paylaşırlar, yeni paylaşım eləyib, adam səhərdən bu Ləzzət. Aran, sən başın çatmır, sən dedim ki, sən məni təkilətdirirsən, özü də təkilətdirirsən. Sən nə xalqla kömək edirsən? 2010-cu ildən 2025-ci ildə, ay ermənidən kömməyən, sən nə dilində danışıb sənlə başa düşəsən? Həmçə deyirdin, atam, başa sağırdın ki, atan özü günür. Bu uşağı da sərdin, aşın başa sağırdın sən. Mənlə şey dedin ki, atam niyə qovdun, atam başa sağırdın, yox, ata belə olur, ata elə olur var ha. O biyoloji ata, sənin Elman, onlardan deyil. Parazit sən nə bu dərəcədə əsəbləşdirirsən? Niyə görə mən sən axşam deyirəm ki, prezident aparatına prezident kömək eləməlidir, xalq nəmsi kömək elədir. Çörəksiz mağazində pendir satan gəlir sən kömək eləyirsən. Bilmirsən o banda nə bandadır, 15 ildir bizim başımızda oynatılandı, kim durdu qabağa, onlar da qaşlarımız səhləşdi. İndi niyə tək səs bizi qışqırtsınlar ki? Orada mən əsəbi uğramına görür ki, mən nədən təsirlənirəm, bizim Gözürəm görüm, o uşaq nə gündəydi. Mən o 28-ci azdağa belə cəmaat üçün priklüşeniya yox, belə zındır priklüşeniya yox, nəsə bir anormal bir görüntüdə. Yəni mən 28-ci yaşında yaxşı idi, anormal deyildi. Yəni orada bulvar deyildi. Mən uşağı nə gündəydi, uşağı qucağıma aldım ki, apardım mola. O uşaq axıda yenə açılışa bilmədi o uşaq. Sən uşağı da xəstə edirsən, git qızı git. Dəlim sən mənə deyirsən, getmirəm prezident zaxıda, mən qusardın şeylərini paylaşım eləməyirsən, sonra götür paylaşım eləmişsən. Xalq mənə kömək elə. Sən paylaşımda demişsən ki, atam mənə zəng eləyir, hədə qorxu gəl ki, mən səni tutturarım falan deşməkən. Mənə niyə deməm? Sən niyə mən o videodan işləyir? Sənin nə olsa alsın. Bu uşaqların altını hökumət əlindən Mehriman Əlbüs, o uşaqlar, hökumət yəni bax, necədir, onu da deyən adam. Bu sənə X qoydum. Get başı, Allah andız, valla, yeri göyü yaradan Allahın qarşısında. Mən and içirəm ki, andımı da geri götürsəm, əgər nəvələrini qarğış eləmiş olurum. Mən o ürəkdə deyiləm. Bax, nə dedin? Yəni ki, mən o ürəkdə deyiləm, amma qarğış eləmiş olurum. Nə deməkdir bu? Yəni ki, mən nəvələrimə qarğış arzulanmam, heç bir uşağı, mən bir şey arzulanmam.
Amma mən sənin bir də tərəfindən, mən var, qızma niyə belə oldu, qızma niyə belə oldu, qızma pis təsir edir, qızma, o başladım sistem üçün, hər söyürəm, telefonlarda, bütün 590, 92, 22, nəbim, qızım deyə, onlar da qələmə verir ki, bu başı xarabdır, söyür, neyini, bak qız 26 yaşa, bir dəfə demir ki, mənim anam dəli deyil. Mən də sənə X qoydum, bu dəfə onun tərəfini saxlanır. Nə, demir, geçsin ölsün, deyəcəm başı xarab idi, ölür. Baş xarabdır. Niyə? Xarabdır. Yalancıdır. Yalancının evi yandı, heç kəsin inanmaz. Geçsin. Elmanla o mənim maraqlıdır. Mən niyə səbəşməliyim? Xalq qızına bir də deyir ki, bunu eləməz, məndən dərdləş. Bu gəlir, gedib özü plov paylayır, sonra gəldiyi ki, qazanda nə var idi. Məsələn, o plov pişirməli deyil, hə? Məsəl üçün. Niyə mənə səbəşdirirsən sən? Alçağın qızı. Sən yalansız deyir vicdansız. Hamısı yalanlar da asanda. Sən də başlamısan, sən elə. Xodlanıb gedərsən, ondan da bəsədir günündə qalarsan. Sən də triakda kimi sürüyərlər cəmaat. Cəmaat niyə sürüyorsun? Alçaqlı. Bəs alçaq. Alçaqdır da o mənə belə səbləşdirir. Niyə yalan danışırsan axşam? Bəs sizə bir qələt eləməyib ki, qələt edeyim. Mən bu da yaxşı şeydir, o uşaqları qabağında pis gündədir. Şam kimi əliyirlər. Uşaqları canı qısarar ondan bəlkə də. Alçaq əclaf. Buna bir cür əzab vermək şey olur. Mədəni olur ki, xalqdan kömək istəyir ki, buna əzab verirlər. Sən özün əzab verirsən. Yalanda mənfi enerji olur. Git köpək olun qızı. Dılgürdən bir bətər. Neyse bu rədd olsun. Bir də pox yerə mən bu adımı desələr validələri gömürlər, deyəcəm də ola bilər, deyəcəm ola bilər. Mənim maraqlı deyil. Mən niyə bu vəziyyətə düşməyim? Çünki telefonda ona kışkırıram, buna kışkırıram. Sən pox yeysən məndən gəlib getmirsən, təyinləşdirirlər sizi. Kışkırdılar, sonra səni dəli kimi soruyorlar. Mənə. Bu gizət axşam deyirsən də, ki, gədə prezident var. Sənə deyir, nə dedi? Deyir ki, bayaq dedim, bu. Mən sən o uşağı, bunun qızlı oğlu var, balası 2 yaşında, 4 yaşında. Onların mən xahiş edirəm, elə adını da elə yazarsan, video çək. Xahiş edirəm, İlham Əliyev, mənim qızın başı çatmır. Çatmır onun başı. 15 ildir bu adam dərk eləmir ki, tək əldən səs çıxmaz. Siz deyirsiniz yumruq yəni birləşmək, amma bu qıza deyirəm ki, deyir, o heç mənim qızım deyil. Biyoloji qızdır. Bəstirsin da, sinifdə və məktəbdə verəydi. Kimin anası deyirdi, bunu eləmək, qızı, bu nə deyirsə, gerək falan yerə sayalı, deyirdi, yox, mamam deyir ki, getmə. Məsəl üçün, mamam deyir ki, məktəbdən sonra getmə. Mən deyirdim, ay laləzər, sayalı ilə falan yerə getmə, çünki polis başımızı oynasın, gedərsən, falan şey olar, gəlirdin həmin günü, bir saat gec gəlirdi. Haradasın sayalı ilə gəzir. Sayalın kimi öyrədin. Sən evində səs duyulurdu, onlar laf söylüyordu. Onlar gülürlər, nəzarət edirlər. Və sən nə qıtıqlandırdın, nə et bütün tapşırırdın, sabah uşağı sayalı vasitəsilə, sayalı da sonra dedilər, boynunu al deməyə öyrədirsən. Təvəkkül öyrədirdim, Çaskovu. Şimdi oldu. Mən işimiz oldu ne burada? Yarımdan olacaqsan da öləcəksən də özün üçün. Sən bədənin canın mənim canı deyil. Alçaq qız alçaq. Bəs ondan ölçək. Alçaq da o uşaqları qabağında əliyir. Bir dəfə gedib prezidentə yetişməz. O qorxur atasından. Qorxur mənə desin ki, ama qorxuram. Aysa o. Desin ki, ama atan mənə belə dedi. Mən niyə demir? Şeytanlar sənə onu hökm edir. Sən ona dedikdə ki, Quran olsun, namaz qıl, yoxsa şeytan sənə ucaq olar. O da atasından danışır, nəmkə bütün günlərində telefonla belə edir, kimdənsə, o gün sən nə dedi? Deyir, sən gedəndə xeyir olmur, mən gedəndə xeyir olur. Təsəlsən ki, Allah rəhm elədi, çünki sən də pis gündərdin. 2 uşaq da, o ama getmişdi ara. Daxil İşlər Nazirinə, köyə ərzdə yazmış, köyə baxırlar ki. Nəsə baxırlar yox, axır ki, özündən razılıq,
Yalan. Mənə nə dedi? Təkəbbürlə sən gedəndə baxmırlar, mən gezməyəm. Get onda yolunu açıqlama, qara günə qalacaqsan. Xahiş edirəm, İlham əlidir. Belə deyil, adım deməyəcək. Mənim qızımın əlindən uşaqlarını alın. Xahiş edirəm, amma betonları atmayın. Çünki Elmanın bir adamı vardı, Sakit adında. Sakit adında kişi, Sakit dedi mi? Həm də Sakit idi. Bir dəqiqə, adını düz demə. Sakit idi, ay sağ ol. Söhbət! Nə zəhrimar arası oldu, şeydi, sin şeytan demez. Aslında ağrı, bıraktan iflis olmuşam, yercürləriniz adınız ancaq. Öz namazını kılamadım. Söhbət adında mən harda internatda zavxoz üzrünəydi. Pasiyanız gəlirdi, Elman adam tapırdı, Elman da fikri işlər gəldirdi qulağı. Məcbur edəydim. Mən yəni görmüşəm ki, o neynədir söhbət? Söhbət bizi o şimdi neynəmişdi? Və hamısını tanışım oldu, təşəkkürlədim. Elman bir də neynədir? Qapı açıldı söhbətin bir maşın hər ay hökumət var verir, gətir yetimlər üçün o da oğurluyor. Evi doldurdular, nəsə həmişə sizə gətirmirlər, bir dəfə gətirdilər. Nəsə onda hamısını tanışmış sonra. Nələr hökumət nələr verir? Mən görmədiyim şeyini yetimxanalara, nələr verir? Amma bu söhbət kimləri Elmanın dostuydu, yoxsa qoğumuydu? Dost da deyil, qoğum da deyil. Mən eşitməmişim ki, onun qoğumuydu. Söhbət adını çiğdi. Sonra və arıqlasın çiğdi. Sonra nələr gəl verir hökuməti o uşaqları. Mən valla nərdəsən qeyri-adi şeylər görsün, o yığmışdı, sonra da bir səbəb oldu. Elmanın sən kəslindən söhbət, ondan sonra da gəldi tanış. Mən özümü öldürməyə getdim, o da ki, neynədir, nəysə, gəldim, gördüm, hamısını göstərib, sonra yuqarı adında o həkimi çağırdı, o psixatırı, mən də hamilə idim, sonra da bu götürdü. Zorla mənə psixatrik iğnə vurdu, hamilə adama vurmaq olmaz. Axır ki vurdu, evde yox amma təsiri yox, sən üçün. Uşaq üçün də olmadı sonra. Sən bu büqarı boş yerə çağırmıyorum, mən dalaşmamışdım ki, mən belə deyil, mən quzun biriydim. Yəni ki, heç haqqımı tələb eləmir, nəysə sonra elə eləmirdim şeylər, sonra az danışdım başlayalım. Yəni ki, bunun mənə çağırdı ki, nə yemişdi Elman? Onu da denə qütbə. Elmanın atası da edib, özü də neyini? O ikisini deyim. Ya onun ya Kenan deyim özüncün deyim. Ya qoy Kenan üçün deyim. Çünki başqası üçün özümü qabağa salmaq istəmir. Elman Kenan öləndən sonra edirlər. Gəldi mənim oğluma deyir, biz başqa yerdəydik, biz çapa yerdəydik o saatın altında. O saatın altında nəysə. Gəldi mənim oğluma, sən də qoyun idin, maraqlanmadın. Mamam deyir, polisiya çəkirdin, ərin deyirlə, yəni elə başa aşağı adam idin, sual, belə sorğu sual, çevirməyin yox idi. Elman nə deyir sənə? Dedi, başından bu çörəyin almanın xoşuma gəlir, elə adamlar, mən elə adamlar, sən də elə adamsa mənə səhv deyil. Sonra ona da cavab verildi mənə. Onunla da yerdən bağışlıyordu. Sonra bu Kenan haqqında mərcə yazdırdı. Mənası o ki bildim. Dedi, gedi söykü qonşulara qol çəkdirdi. Qonşular onu nifrət edirdi. Onlar mənə danışmışdı. O kimə qol çəkdirdi? Hiçbir qonşu çəkməzdə haqqında neynədi. Sonra mamam yazdırdı ki, nə yazdırsa sən indi mən o birisini gəlin, mən daha başa düşəcək. Mən eləmə, denə. Mən də qol çəkdim. Sonra sən neynədi? Mən də dalaşsın, mən də çox şeylər edirdi, yadda salmış işləncələr. Bu qara qurva düzdür, qəs baxan deyil, sən qara qurva gəlir, mələklər aldı, apardı araya. O qara qurvanın istəyirdim, o elman xatırlayam. Sonra bu mənfi enerji var. Sonra
Çıxıb getdi. Sonra bir də gördüm polis gəldi. Polis gəldi. Ondan sonra bu boş. Polis də belə qulaq asıb görsən normal qəşəng tanışdı. Hətta biri demiş ki, hissləndi dedi bu Əlifba səndən nə istəyir? Səni təli yerinə sırmaq istəyir. Sən normal adamsın. Sonra amma ki gedib atası da neyləmişdi. Onu da demiş ki, gedib polisə, məhkəməyə, bunlar 2 dəfə mənim adımdan polisə bir dənə məhkəmə, axır ki yazdıqlar nə? Elə bir şey, mən onu oxudum. Polis gətirdi ki, oxu. Mən də oxudum, sonra özüm nəsə yazdım, öz sözü. Axır ki, oxudum, mən yardım və bir çıxıb bu boyda oxumaqdan önə keçəmədim. 4 fazla 2 səhifə idi o özü. Sonra Elmandan soruşdum ki, niyə elə yazmışdı? Deyirdim, sən özünü öldürəndə deməsinlər ki, yəni səbəbkar olmalı. Elman özünün qorumasını sevindi, neyini? Şantaj eləmək, bu dərəcədə yox. Sağ ol, sağ ol.